Salam, hörmətli izləyicilər, salam, hörmətli könüllü nəzarətçilər, İctimai Birliyimizin bütün üzvləri və qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, qeyd edim ki, bu günlərim noyabrın 17-si Könüllü Nəzarətçilər İctimai Birliyinin yaranmasının, təsis olmasının 3 il 8 ay tamam olur. İlk öncə bildirim ki, bəli, Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin çağırışına qoşularaq Könüllü İctimai Nəzarətçilər İctimai Birliyi çox hörmətli Təyyar müəllim Zülfüqarov tərəfindən 3 il 8 ay bundan öncə yaradıldı, təsis olundu və xalqına, dövlətinə, prezidentinə xidmət göstərməyə başladı. Doğrudan da çox şərəfli bir xidmətdir ki, könüllülər haqqında qanunvericiliyə istinad edərək biz xidmət göstəririk. Respublikamızın bir çox bölgələrində təşkilatlarımız var və bildirim ki, məramımız, məqsədimiz Cənab Prezidentimizin çağırışı ilə yerlərdə ictimai nəzarət həyata keçirmək, yerlərdə olan problemlərin həllinə nail olmağa çalışmaq, negativ hallardan qaldırılmasına dəstək olmaq, məmur vətəndaş arasında bir körpü yaratmaq, yəni elə bir məsələlər var ki, doğrudan da belə deyək ki, biz həmin məsələləri yerlərdə aşkar edirik ki, o negativ hallar və həmin o adət üzrə məmurlara çatdırırıq və bu məsələlərin bir çoxları yerindəcə öz həllini tapır. Buna görə də Könüllü Nəzarətçilər İctimai Birliyi təmənnasız olaraq şəffaf şəkildə xalqına xidmət göstərir, dövlətinə, dövlətçiliyinə sadiq xidmət göstərir. Biz də bütün birlik üzvləri bir araya gələrək həmişə çalışırıq ki, daima prezidentimizin yanında olaraq, prezidentimizin yeritdiyi siyasəti, həm xarici, həm daxili siyasəti dəstəkləyək. Dövlətimizin gələcəyi üçün biz də əlimizdən gələn dəstəyi göstərək. Və bu günlərim bildirim ki, bir çox işlər görülmüşdür. Birimiz tərəfindən yerlərdə, ən belə ucqar kəndlərdə belə ictimai nəzarət öz fəaliyyətini göstərir, öz xidmətini göstərir. Və mən buradan bütün birliyimizin üzvlərini təbrik edirəm. Onlara can sağlığı arzu edirəm. Qoy həmişə daima prezidentimizin yanında olsunlar, xalqımızın yanında olsunlar və yerlərdə öz dəstəklərini göstərsinlər. Bir daha əziz Könüllü Nəzarətçilər İctimai Birliyimizin hörmətli üzvləri, başda sədrimiz çox hörmətli Təyyar müəllim olmaqla hər birinizi təbrik edirəm, hər birinizə can sağlığı. Daima çalışaq ki, bu gözəl dövlətimizin, Cənab Prezidentimizin belə deyək ki, ətrafında olaraq daima inkişaf edən Azərbaycanımızın inkişafına daha da dəstək olaq yerlərdə. Yəni, həmişə mən bunu qeyd edim ki, doğrudan da Azərbaycan elə bir dövlətdir ki, Azərbaycan bütün dünyada bugün şöhrət qazanmış bir dövlətdir. Yəni, iqtisadımız inkişaf edir. Azərbaycanda, belə deyək ki, insanların yaşamaq səviyyəsi daha da yaxşılaşır və buna görə də biz çox şadıq. Bizim ulu öndərimiz Heydər Əliyevdən bizə qalan bu dövlətimizi, yəni onun təməli qoyduğu azadlığa, müstəqilliyini təməli qoyduğu bu dövlətin, belə deyək, biz də gələcək üçün əlimizdən gələni dəstək olaq və göstərək. Hər kəsi bir daha təbrik edərək bu yolda uğurlar olsun deyirəm. Diqqəti üçün təşəkkür bildirirəm.